Prezident seçkilərində namizədlik verərək xalq tərəfindən, Azərbaycan Respublikası vətəndaşları tərəfindən prezident seçildi. Bəli, cənab prezidentimizin haqqında çox şeylər danışmaq olar. Bugün Azərbaycan dövlətinin torpaqları işğaldan azad olunur. 30 ilə həsrətinə son qoyuldu. Bugün Qarabağımızda, Şuşamızda, Xankəndində üç rəngli müqəddəs bayraqları kimin səbəbinə qaldırılır? İlham Əliyev Heydəroğlu'nun daxili və xarici siyasəti nəticəsində. Biz Azərbaycan Respublikasının vətəndaşı olaraq həmişə Azərbaycanımızla fəxr edirik. Bugün Azərbaycan dövlətimiz demokratik bir hüquqi dövlətdir. Bugün hüquq mühafizə orqanları əməkdaşlarına da təşəkkürünü bildirirəm ki, bizim hər bir vətəndaşın ictimai təhlükəsizliyi yüksək səviyyədə qorunaraq cinayətkarlığa qarşı yüksək